بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و الصلاة و السلام علی سیدنا و نبینا ابی القاسم محمد و علی آله الطیبین الطاهرین المعصومین المنتخبین المنتجبین. ولا تلبسوا الحق بالباطل و تکتموا الحق و انتم تعلمون. Söhbətimiz İmam Hüseynin qiyamının təhlilidir. Bu hadisə nə cür təhlil olmalıdır? Bilirsiniz, bəzi qərəzli insanlar var. İndi araşdırırlar ya araşdırmırlar, o da bilmirəm. Bəzisinin bu sahədə savadı yoxdur, ixtisası yoxdur. Bəzi də qərəzli danışmağa adət edibdir. Gəlir İmam Hüseynin hadisəsini bir yüngül formada təhlil eləyir. İstinadsız adətən insanlar danışanda ağıllı insanlar istinad eləyər. Öz baxışlarına mənə belə gəlir ilə təhlil eləyərlər. İki ərəbin davasıdır. Famil əqrəba davasıdır. Müxtəlif təhlillərlə soruşsun da istinadın nədir? Əli boşdur. İnsan bir söz danışsa, əgər elmili insan olsa, gərək istinadı ola. Başqa nəzəriyyələri də orada araşdırar ki, belə də deyirlər. Elm aləmi bücürdür da. Tarixçi də olsun, ilahiyyatçı da olsun. Hər halda gərək istinad eləyəsən. Mənə belə gəlirlə iş düzəlməz. Kərbəla hadisəsini təhlil eləmək ən gözəl mənbəyi İmam Hüseynin öz sözləridir. İstinad bu. Hamız da İmam Hüseynin sözlərini eləyə bilərsiniz, oxuyasınız. Elə tərcümə də olubdur. Azəri dilə də tərcümə olubdur. İmamın cümlələri Mədinədən Kərbəlaya. Görün İmam orada nə deyir? Öz işinin fəlsəfəsini nə cür təhlil eləyir? Bəzilər qərəzlidirlər. Ya dininlə qərəzlidirlər, ya əhl-i beytinlə qərəzlidirlər. Hər halda qərəzli təhlil edirlər. Ona görə istinadsız, bəzən də sahəsi ayrı şeydir. Mən kimyadan danışsam ki, uyğun deyil. Mən fizikadan danışsam ki, uyğun deyil. İxtisasım deyil ki, mütaliə eləsəm də eləmişəm. Amma ixtisasım deyil. Mən nəzəriyyə söyləyəm fizikada, kimyada. Amma təəssüflər ki, dinə aid nəzəriyyə söyləmək hamiyə ağzı açıqdır. Ona görə bəlaya düşürük. Biz neçə cələsədir İmam Hüseynin bu işini təhlil eləyirik. Əvvəldən də ərz eləmişik, müstənədimiz İmam Hüseynin öz sözləridir. Özü nə cür buyurur, onu təhlil eləyirik. Mən niyə qiyam eləmişəm, öz cümlələrini götürürük, deyirik. Birinci bu oldu ki, İmam istəyirdi cəddinin ümmətini islah eləsin. Bəs birinci təhlil eləsək, islah təhlili. Deyir, mən gördüm ümmətdə, cəmiyyətdə
alt üst yaşayırlar da Peyğəmbərin dövrü kimin, atam Əmirülmöminin dövrü kimin yaşamırlar. İstəyirəm qeytərim o dövrə, o mənəviyyətə. Bu geri qeytmək deyir ha. Bir daha da mən bir dırnaq arası söz deyim. Bəzi dəyərlər var, tarixi yoxdur. Bizi bəzən alladırlar bəzi sözlərlə. Heç vaxt ədalət geri olmaz. Heç vaxt insaf geri olmaz. Heç vaxt paklıq geri olmaz. Heç vaxt Allahı nəzərdə almaq geçmiş olmaz. Bunlar həmişə parıldayan sözdür. Ayrı bir zatlar inkişaf edir. İnsani dəyərlər elə əvvəldən insani dəyər kimin qalmalıdır. Bunun elmi termini budur ki, əxlaq sabitdir. Əxlaq dəyişən bir termin deyil. Ki, dünənəcən ədalət yaxşı olsun, bugündən bu yana zülm yaxşı olsun. O cür olmaz. Dünənəcən xiyanət pis olsun, bugündən xiyanət yaxşı olsun. O ki deyir, geçmişə söykənmək gerilikdir, o iş bilmir nə danışır. Əxlaqi dəyərlərdə geçmiş, yəni insanın fitrəti. Adəmdən indiyəcən qiyamətə qədər o fitrət var, insanın fitrəti dəyişilmir, insani dəyərlər də həmişəlikdir. Heç vaxt dəyişilməz. İnsani dəyərlər heç vaxt dəyişilməz. Sən ədaləti heç vaxt pisliğə çevirməsən ki, bir gün bəşər yetişsin bu nəticəyə ki, ədalət pisdir. Zülmü yaxşıdır. Təhlili ki biz elədik, belənçidir. Mən istəyirəm, mümkündür bugün taza, əziz iştirakçılar da ola bu əzada. Baxın, biz dedik İmam Hüseynin məktəbi layə-layədir. Bir layəsi islahdır. İmamın bəzi sözləri buna aiddir. Mən istəyirəm ümməti islah eləyəm, cəmiyyətdə islahat aparam. Və bunu 3 dələsə danışdıq. İkinci layə imamın dini hifz eləmək idi. Mən istəyirəm din qorulsun, din təhlükədədir. Bəni Ümeyyə və Yəzidin hakimiyyəti dini təhlükəyə salıbdır. Mən bu işimlə dini saxlayıram. İzah elədik nə cür, onlar nə cür din istəyirdilər. İmam dini nə cür istədi saxlasın. Bunlar da 200 sələsən. Üçüncü layə ki danışdıq Kərbəladan, İmam ruhun izzətini insanlara istəyirdi örgəssin. Ruh izzətlidir. Ruh gərəkməz zalimlərə beyət eləyə. Ruh alçalmamalıdır. Heyhat min nəzzillə. Bu 3 layəni danışdıq. İndi bu 3-4 cələsədə də o qədər ki fürsət var, Kərbəlanın ayrı layələrini danışacaq. Bugünkü layə İmam Hüseyin haqdan da difa eləyirdi. İmamın cümlələrindən belə bir şey də çıxır. Deyir, haqqıdan gərək difa eləyək. Bu dindən yuxarı sözdür ha. Hətta dini olmayan haqqından da gərək difa eləyək. Bu ayrı sözdür. İmam buyurur ki, əla tərəvnə. Bunlar İmam Hüseyin öz cümlələridir. Deyir, görmüsünüz, ennəl haqqə la yu'məlu bih. Haqqə əməl eləmirlər. Və ennəl batilə la yutenahə ən. Heç kim batilin əleyhinə çıxmır. Deyir, bu vəziyyətdə mən cavabdehəm, məsuliyyət daşıyıram. Haqqıdan müdafiə eləyəm. Haqqıdan müdafiə eləməyin adına deyərlər ədalətdən müdafiə eləmək. Allah-u Teala
insanların bir-birinin üzərində haqq qoyubdur. Atanın balıya haqqı var, balanın atıya haqqı var. Müəllimin tələbəyə haqqı var, tələbənin müəllimə haqqı var, qonşunun qonşuya haqqı var. Bir dana kitabça, balaca kitab sizə təqdim edeyim, oxuyun. Şayad 10 səhv ola. Adı Risalətul Hüquqdur. İmam Səccadın yazdığı məktubdur. İmamlar adətən hədisləri buyurublar, yazmayıblar. Amma bunu yazıbdır İmam Səccad. Risalətul Hüquq, hüquq risaləsi. Orada 50 dana haqdan danışır. 50 dana. Hətta incə daha bəşər hüququnu biz deyirik ki, taza düzəldiblər. Oxuyun o Risalətul Hüququ, görün bəşər hüququn İmam Səccad ha vaxt deyibdir. 2 dana da incə fərqi var, hələ indiki bəşər hüququ ona yetişməyibdir. O da Allahın haqqıdır, biri Allahın haqqıdır. Orada ilk haqqı içi danışır, deyir Allahın bizə haqqı var, kim bizi yaradıbdır. Bəşər hüququnda bu söz yoxdur. Allahın insana haqqı yoxdur. Ona görə bəşər hüququ insan barəsində danışır, özdə o qədər ki bacarır. İnsan-Allah əlaqəsi yoxdur. Bu bir. İkinci incə məsələ o Risalətul Hüquqda insan özünün üzərində də haqqı vardı. Orada yazır, gözün haqqı mənə nədir, qulağın haqqı mənə nədir, ağzımın haqqı mənə nədir. Bu da yoxdur bəşər hüququnda. Dinin incə baxışı budur ki, insanın üzvlərin də özünə haqqı var. Niyə? Çünki bunlar əmanətdir. Vaxtı tövhidi baxışından, ilahi baxışından, Allah baxışından baxsan aləmə, Allah haqqı ilə aləmə baxsan, üzvlər də olur sənə əmanət. Demisən, mənimdir, özüm billəm, neynirəm. Deyirsən, Allahındır, Allah deyən kimin gərək işlədəm. Daha bədən mənimdir, nə cür istəyirəm, neynirəm olmaz. Bədən Allahındır, mənə əmanət veribdir. Bunlar incə sözlərdir. Bu haqlardan müdafiə eləmək İmam Hüseynin qiyamının biriydi. İndi mümkündür sən soruşasan, hansı haqqı ayaqlanırdı orada? Kərbəlada məcər bir haqq ayaqlanırdı. İlk haqqı ki Kərbəlada ayaqlanırdı, vilayət haqqı idi. Baxın, İmam Hüseyin görürdü ki, mən bir misal vırım, ta aydın olsun. Sən görürsən bir məktəbdə, müəllim əvəzinə sənə sinifkom göndərirlər. Gündə elə sinifkomla tələbələri dərs yoxdur ki, sinifkom dərs deyənməzsi. İl geçir sinifkomuna. İndi yendir sinifkom yox. On ayrı bizdə dola. İmam görür ki, İslam dünyasında Peyğəmbərin yerində oturan Yazid olubdur. O müəllim hələ sinifkomda oturmayıbdır, ayrı adam oturubdur. O ki, hədislərdə var, Peyğəmbər yuxuda gördü, minbərinə meymunlar çıxır. Cəbrail xəbər verdi ki, məqsəd Bəni Üməyyədir. O şəcəreyi ki, o ağacı ki, o kökü ki, o nəsli ki, Allahın rəhmətindən uzaq, lənətlənibdir Quranda. Şəcəre-i məl'unə. İmam Hüseyin görür, bunun təməlini qurdular. Kiminlə? Muaviyə Yazidi təqdim eləməklə cəmiyyətə.
İslam imamət iləndir Peyğəmbərdən sonra. Biraz yan soğaşaya xilafət iləndir. Ulan özünün fərqləri var. Bu ikisidir. Ya Allah tərəfindən seçilir, imamət. Ya şura seçilir, xilafət. Qədirxum deyir, Allah tərəfindən seçilməlidir. Mən kuntu mevla, fəhaza aliyyun mevla. Amma hələ də mən ondan indi bəhsim o deyil. İstər imamət ola, istər xilafət ola. Hansı ola? Bunlar səltənət düzəltdilər. Bunlar irsilik, hakimlik, padişahlıq, şahlıq düzəltdilər. İmam Hüseyin baxdı, gördü ki, İslamın haqqı, müsəlmanların haqqı müəllim idi, imam idi, İmam Hüseyin idi, İmam Həsən idi, İmam Əli idi. Haqqı o idi. Bu tələbələrin haqqı bu idi ki, o müəllim ki, dərs oxuyubdi, bir ömr, o dəst desin onlara. İndi sinifkom yox, oğrunu gətiriblər, qoyublar. Hələ sinifkom qoysalar ki, dərd yarıdır. Sinifə müəllim qoymayıblar, siniftom da qoymayıblar, oğru qoyublar. Hələ mən ədəbcəsinə dedim. Yazid öcürüydü. Bu ki, İmam Hüseyin hey təqdim edir Yazidi, hey deyir Yazid belədir, ha, Yazid belədir. Niyə? İstəyirsin ki, sizin haqqınız ayaqlanır. Mən qıssa deyim da. Hələ məsələn da, mən mütaliə eləməyəm, gələm burada sizə danışam. Özümdən misal vurum da. Sizin yarım saat burada vaxtınız alım. Bu zülmüdür da sizə. Sən gəlib oturmuşsan burada, bizzat istifadə eləyəsən. Sənin haqqındır bu. Gətir bunu genişləndir. Bu hələ bir dənə mərasimdir, məclisdir, əzadarlıq məclisidir. Gətir o zaman İmam Hüseynin yerinə Yazidi qoy. Nə haqqlar ayaqlanır? Ona görə İmam buyurur ki, mən beyət eləsəm, birinci məsələ şəxsi məsələ deyil. Bu şəxsi məsələ deyil. Birinci məsələ müəllim sinifkom qutuldu, oğru gəldi ortaya. Birinci məsələ bu oldu. Bu bir haqq idi. İkinci haqq, insanlardan zillətə yendirmək. Diqqət edin bu sözləri. İmam Hüseyin görün nədən müdafiə edibdir. İmam Hüseyin özü vəzifə dalınca deyildi, ha. Özə sən şəhid olurdu da, bilirdi şəhid olacaq. Amma deyirdi, bu forma İslam'a, müsəlmanlara zülm idi bu forma. İkinci, zəlil eləmək müsəlmanları, zorla beyət almaq ki, gərəksən Yazidə beyət eləyəsən. Bu insan âli cənablığı, bu kəramət haqqı, insanın azadlıq haqqının qabağını almaqdır. İmam buyurur, mən beyət eləsəm, belə olacaqdır. Daha İslam'a fatihədir. Heyhat mən bu işi görmərəm. Ona görə haqlardan müdafiə eləmək, hələ mən ikisi misal vurdım. İmamın Kərbəlada məqsədlərindən biri idi. Amma imam bir sıra işlər gördü Kərbəlada. Görürük nə cür haqqa imam incə baxırı. İnsanların haqqını. Hələ mən bu böyük haqqılardan misal vurdum. Əcib bir cümlə imam buyurubdu. Biz olsaydıq şayad ayrı cür deyəydik, ha? İmam Aşura günü sübh. Bəzilər yazırlar gecə Aşura deyib bu sözü bu gün, indi. Yox, tarixi cəhətdən səhər çağı imam bu sözü deyibdi, sübh vaxtı. Kim borçludur, inadla borcun vermir, mənlə şəhid olmaz. Başqasının haqqın belə imam qoruyur.
Diqqət edin, nə deyir? Orada biz adam yığarıq özümüzə. Gəlin, müdafiə edək, bahəm olaq, çoxalaq. İmam buyurur ki, eyni cümləyi imam oxuyuram xidmət sizə. Nade, cəmaata nida eləyin. Yəni, gizlincə də demir. Deyir, sən bunu yayın, bu sözü deyin. Ən la yəqtulə mə'i rəculun əleyhə dəynun. Kimin üzərində borcu var, borcun imtina eləyir, vermir, haqqun nas boynunda var. Gəlməsin bizindən şəhid olsun. Bu yana haqdan müdafiə eləmək. Hələ müsəlmanların haqqından müdafiə edir, Yazid layiq deyil, Yazidin səlahiyyəti yoxdur, Yazid oğrudur bu məktəbə. Olmaz. Hələ ondan müdafiə edir, heç özü də deyir, mənim adamlarım ki, məndən şəhid olur, gərəkməz belənçi bir haqqun nas da üzərlərində ola. Bizə böyük məsuliyyət verir. Adam bəzən çox yük daşıyır. Başqasının haqqına girir, haqqını ayaqlayır. Diqqət eləmir, kimin malıdır, kimin malı deyil. Kimə borçludur, kimə borçlu deyil. Görürsən, borcu alıbdır, bir həftəliğə. Bir ildir vermir. Bir həftəliğə alıb, ha. Bir ildən sonra zəng eləsən ki, borcu ver, küsər səndən. Düz işlər axı bu. İmam Hüseynin məktəbi, yəni haqdan müdafiə eləmək və birinci insan özü haqqa əməl eləmək. İkincində deyim, İmam Məhərrəmin ikisi girib Kərbəlaya. Məhərrəmin ikisində Kərbəlada olub. Bu 8 gün elə Kərbəlada idi, ikisindən onunaca. Bu günlərdə su bağlayıblar 8-dən bu yana. Qoymayıblar imama su gəlsin. Su götürənmirdilər. O qədər ki, ehtiyatları var idi, zəxirələri var idi, ondan istifadə edirdilər. İmam şəhidliği görürdü da, burada bu çöldə şəhid olacaqdı. İmam bilirdi, burada dəfn olacaqdı. İmam bilirdi, burada ziyarətgah olacaqdı. O yeri aldı Bəni Əsəd qəbiləsindən. Kərbəla torpağını imam, o səhranı Məhərrəmin 3-ündə aldı, pulun verdi aldı. Mən öləndən sonra mənə nə? İmam öcü demədim, mən öləndən sonra mənə nə? Niyə? Çünki imamın məktəbinin təməli haqdan müdafiə eləməkdir. Məktəbinin təməli o qiyamın haqları riayət eləməkdir. Başqasının haqqına diqqət eləməkdir. O torpaq həlal olsun. O torpaq bunlarınki olsun. Bəni Əsəd orada gətirərdi, heyvanlarını oturaq eləyərdi. Şayədeş malik də dəydilər. Bəzi fikhi əsərlərdə var, onların malik dəydilər. Amma onlara aid idi. Özlərinə bunlar ixtisas vermişdilər. Elə bir dənə sən meydanda, sənin dey, vəli sən orada neçə müddət olursan, 10 ildə olursan. İmam bunu da nəzərdə aldı. Bunlar incə sözlərdir. Başqasının haqqını riayət eləmək. İnsan bir cümlə deyir, o cümlədə bilməlidir, bu cümlə ilə birinin ürəyin sındırdı ya yox. Bu cümlə ilə birinin sirrin açdı ya yox. Bunlar haqları riayət eləməkdir. Üçüncü misalda varım. Biz düşmənimizlə nə cür davranıq? İmam Hüseyin vaxtı hür 1000 nəfər qoşunundan gəldi İmam Hüseynin qabağını aldı. Səhra, Kufədən gəliblər, Kərbəladan da bu tərəfə, Kərbəladan da biraz bu tərəfə gəlmiş. Sonra gəldilər, Kərbəlada dayandılar.
o səhrada ki gəlmişlər, susuz idilər, hətta heyvanları da. İmam dəstur verdi, heyvanlarına da, özlərinə də su versinlər. Heyvanlarına da su versinlər. Bəzisini əslən imam özü su verdi. İnsani dəyərləri belə qorumaq. İnsan haqqını belənçi Kərbəla çölündə imam sərgiyə qoydu. Bunlar uşağa su vermədilər, 6 aylıq balıya su vermədilər. İmam onların atlarına da su verirdi. Bu Seffeyndə də təkrar olmuşdu, Seffeyndə də. Əmirül-Möminin Seffeyn müharibəsində gəldi, gördü, Muaviyə qoşunu ilə su tutubdu. Daha su əlindədir, su vermirdi. Heç kimi qoymur müsəlmanlardan bu tərəfdən, geçsinlər bulaqdan su götürsünlər, o yerdən su götürsün. Çay idi, nə idi? İmam dəstur verdi, müharibə elədilər və o suyu aldılar. İmam dəstur verdi, o suyu aldılar. Amma bəzi imamın qrubunda adamlar var idi. Bunlar deyirlər ki, gəlin intiqam alaq. Haman işi ki, onlar gördülər, biz də görək. İmam buyurdu, mən mübarizə edirəm ki, insanların haqqı qorulsun. Mənim mübarizəm şəxsi mübarizə deyil, mənim mübarizəm təəssüb mübarizəsi deyil, mənim mübarizəm ilahi dəyərlər və insani dəyərlər üzründədir. Dəstur verdi, onlar da su aparsınlar. Bu, Kərbəla torpağının haqdan müdafiə eləmək məsələsidir. Amma bunu da deyim biləcə. İmamların davranışı, bunun adına deyərlər ədalət. Pəs Kərbəlanın bir layəsi də ədaləti bərpa eləməkdir. Bir layəsi də haqdan müdafiə eləməkdir. Amma İslam ədalətdən də böyükdür. Ha, bunlar da deyim, bunlar da zehninizdə qalsın. Bunlar əcib sözlərdir. İnnəllâhe yə'muru bil-ədli vəl-ihsan. Qutarıram ha. Aşura gecəsidir, eybi yoxdur bu sözləri deyəm. İmamlarımızı yaxşı tanıyaq. İslamın minimumu ədalətdir. Ədalət yəni başqasının haqqını ayaqlama. Ədalət yəni haqları qoru. Ki, indiyəcən bunları misal vurdu. İhsan ki bu ayədə var, Allah əmr edir ədalətə, sonra buyurur və ihsan. İhsan nədir? Bu ihsan vermək mənasında deyil ya burada. O savab əməldir. İhsan ki ayədə var, yəni yeri gələndə haqqından da geç. Başqasının haqqını ayaqlama, bu olar ədalət. İnsanların haqqından müdafiə elə, bu olar ədalət yolunda mübarizə. Yeri gələndə də özün öz haqqından geç. Buna deyərlər ihsan. Harda olar bu? Ailə ədalətlə idarə olmaz. İnsan həyat yoldaşı ilə ədalətlə davrana, sənin haqqın budur, mənim haqqım budur, gündə haqq sərhəddi keçəsən. Onlar idarə, müəssisə, ailə olmazsa, orada məhəbbət olmazsa, orada eşq olmazsa, orada səmimiyyət olmazsa, haqqla ölçsün, quru haqq quru olar. Ailə nə ilə idarə olar? Ailə ehsanından, ədalətdən böyük. Yəni haqqından da bəzən geçəsən. Kişi hislənib, xanım səbr ediyə. Xanım narahatdır, darıxıbdır, ağa səbr ediyə. Kişi səbr ediyə. Əff eləyə bilərlər, bir-birindən güzəşt eləyə bilərlər, geçə bilərlər haqlarından. Buna deyərlər ehsan. Ədalət, ehsan.
Üçüncü dərəcə ki, daha çətindir o dərəcə. O dərəcə çətindir. Pəs ədalət bu oldu ki, insan başqasının haqqını ayıqlamasın. Ehsan bu oldu ki, insan haqqından da geçə bilsin. Kəramət, alicənablıq. Budur ki, bəzən insan o ki sənə xəta eləyibdi, səhv eləyibdi, əff elədin, bəzən ona məhəbbət eləyəsən. Sənin bir yaxının var, sənə borca əlindən tutmayıbdı, çətinliyində kənarında olmayıbdı. Yaxşı? İndi əksin olubdu. İntiqam almayasan heç, əff eləyəsən biləsin heç, kənarında olasan. Buna deyərlər kəramət. Əhl-i beytin davranışı ədalət deyil ha. Kərbəlada minimumda ədalətdən müdafiə eləmək. Əhl-i beytin davranışı kəramət. Ki özü bir dənə ayrı bir mübahisə istəyir. İnşallah ayrı günlər. Bu Aşura gecəsi İmam bir dana möhlət istədi. Roza bizərə deyirəm, qutarım. Bilirsiniz, bu gecə, bugün düşmən istəyirdi hücum eləsin. Aşuriyə istəmirdi saxlasın. Elə Tasuğa gün istəyirdi ki, qutarsın. İmam Hüseyin Həzrət Əbulfəzlə dedi ki, ged onlara de ki, bir gün bizə möhlət verin. Nəyə? İstəyirdi yaşasın, bir gün çox qalsın. Ölümdən qorxurdu. Dedi, onlar bilirlər, mənim Allahım da bilir, mən Quran oxumağı sevirəm, Allaha dua eləməyi sevirəm və namaz qılmağı sevirəm. İstəyirəm bu gecə belənç olam. Bir cəhəti bu idi. Əcib sözdür ha. İstəyir olan mənəviyyətlərini biraz oyasın. İkinci məsələdə var, mən belə başa düşmüşəm. İkinci məsələdə burada var. Bəzilərə də fürsət verirdi, qeyssinlər. Hürr səhər qeyddi. İmam istəyirdi maksimum çalışsın, düşməndə əgər hidayət olan var qeyssin. Fürsət idi. İmam öz adına möhlət aldı. Öz adına möhlət aldı. Və özünün tərəfin dedi. Mən istəyirəm bu gecə ibadət eləyəm. Namaz qılam, oruç tutam. Oruç yox, namaz qılam. Quran oxuyam, namaz, dua eləyəm. Bu özünün tərəfin dedi. Amma həqiqətdə ikinci tərəfdə var idi. O da düşməndən qeydənlər. Fürsət yaransın. İmam bu gecə belənçi idi. Çırağı söndürdü. Çırağı söndürdü. Bizim dildə o zaman nə idi, işıq nə idi bilmirəm. Beyəti götürdü insanlardan. Dedi, siz azadsınız, beyət də sizdə yoxdur. Gecənin qaranlığından istifadə edin, gedin. Da qalmayın. Bunlar səhər mənlə işləri var. Hətta Bəni Haşimi də, mənim qardaşlarım da götürün, gedin. İmam niyə belə idi? Bu sözləri niyə deyirdi? İxlas bərpa olsun. Allah üçün iş görmək bərpa olsun. Heç kim getmədi ha o gecə. Qabaqçı gecələrdə adam gedibdi. Bu gecə heç kim getməyibdi. Bəzilər nəql edirlər, düz deyib. Aşura gecəsi heç kim getməyib. Əksinə izzətli sözlər danışıbdı. Tarixdə əbədi qalan sözlər danışıbdı. Biri deyib ki, mən səndən sonra istəyirəm yaşaya. Nəyə gedirəm? Məni niyə qapından qovursan? Bir deyib, mən doğrasalar, ot vursalar, bərpa eləsələr, dirissələr, cinə beləyəm ki, səndən müdafiə eləyəcəm. İmam
məqamlarını görsətdi. Cənnətdə yerlərini bu gecə görsətdi. Amma qəmli hadisələrdən biri Zeynəbin nigarançılığı idi. Bu gecə Zeynəb nigaran idi. İmam çağırdı Zeynəbi səbrə dəvət elədi. Dedi, bacı, səbr eləyərsən. Esselamu aleykə ya Resulallah. Esselamu aleykə ya Əmirəl-Müminin. Esselamu aleykə ya Fatimətə Zəhra. Esselamu aleykə ya Hasan ibn Ali. Esselamu aleykə ya Əbu Abdillah. Və aləl ərvahilləti həllət bi fənaik. Aleykə minni selamullah əbədən ma bəqitu və bəqiyyəl leylu və nəhar.